Bəziləri deyir ki, hə, biz Məkkə ilə gedəcəyik. Bu fikir ümumiyyətlə səhvdir, qardaşlar. Çünki Məkkə ilə getməyə dəlil yoxdur. Əsas bu məsələdə iki dənə rəydir. Birinci rəy odur ki, ya bir dənə müsəlman ölkəsi görsə, elan eləsə, hamına aiddir. Təbii ki, bu rəy gözəl olardı, hamı tətbiq eləsəydi. Lakin bu rəyə heç kəs rəayət eləmir, heç bir ölkə. Hətta Saudiya özü bu rəyi götürmür. Tutaq ki, Saudiyada, Misirdə elan eləsə ki, ay görüblər, Saudiya gedməyəcək Misirlə. Onlar deyirlər ki, hər kəs kim yaşayır, hər kəs öz ölkəsindən. Fikir verirsən? Bu rəyə əməl eləyən yoxdur. Fərdi şəkildə olmaz. Mənə elə gəlir zat, hələ şöyle olmaz. Və ikinci rəyə hər kəs öz ölkəsindən getsin. Və xüsusən də müasirlər, böyük alimlərimiz, Şeyx Bin Baz, Şeyx Hüseymin, Şeyx Albani, onlar da deyirlər ki, kim harada yaşayır ona getsin. Ne üçün bu rəy daha mühümdür hal-hazırda? Çünki bir ölkədə əgər bir müsəlmanlar yaşayırsa, onlar bölünməməlidir. Xüsusən də bayram günləri. Belə qadın üçün yaxşı da evində namaz qıla. Gündəlik 5 namazı. Məscidə gəlməyə lazım da öyle olsun. Yaxşı da evində qıla. Amma bayram namazında şəriət deyib ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm gətirin. Ona görə mühümdür yaşadığın yerdə birliyi saxlamaq, heç olmasa bayram namazında. Düzdür, biz də onun tərəfindəyik ki, ayı baxmaq lazımdır, ayı görmək lazımdır. Və bəzi qardaşlar deyir, gəlin belə eləyək. 5-6 nəfər tutaq ki, Mədinə tələbələrindən bir neçə nəfər getsin, hansısa dağda yansın, baxsınlar, görsə qardaşlar hamısı telefonla, heç bir alim belə deməyib. Bu çünki ölkə ilə bağlıdır. Bəli, biz də təqvimin əleyhinəyik. Söhbət ondan getmir. Söhbət başqa şeydir. Başa düşün. Məkkəndən dəlil yoxdur. Hətta o, ola bilsin, allatmaq üçün səni deyə bilərlər ki, biz birinci rəyi götürmüşük. Bir müsəlman ölkəsi görəndə bunu deyənlər, bu rəyi deyənlər hətta Məkkəni qəsd edirlər. Çünki belə desələr, problemə düşürlər. Birdən görürsən ki, Məkkədən qabaq tutaq ki, hansı bir müsəlman ölkəsi elan elədi. Deyirsən ki, hə, nə oldu? Tut da, aç da, deyir, yox, Məkkədən deməyiblər. Onda deməli, sən Məkkə ilə geysən. Məkkə ilə də dəlil yoxdur. Əlhamdülillah, sələflərdə dəlil əsasında alimin sözünə yox. Alimin sözü əgər dəlilsizdirsə, tərkiliyirik. Bundan da özün görürsən ki, istifadə edirlər. Məsələn, təkfirçilər, məsələn, inciyənlər, bilinmir, əqidəsi məlum olmayan adamlar. Olmaz belə. O şeytani əməllərdir. Bu, qardaşlar, bizim fikrimiz deyil. Bu, alimlərin fikridir. Və heç bir şübhən qalmasın və şeytan meytana da inanma yenə. Elmi əhlindən götür. Salamatlardan, əqidəsi məlum olan, qorxudan və ya nəyəsə görə, dünya mənfəətinə görə və ya kiməsə görə danışmayanlardan. Həmişə haqqı deyənlərdən.